Miqren minlərlə insanın gündəlik həyat keyfiyyətini aşağı salan, güclü və təkrarlanan baş ağrıları ilə müşayiət olunan problemdir. Milli Ağzın məlumatına görə mütəxəssislər bildirir ki, dərmanlarla yanaşı, düzgün qidalanma da miqren tutmalarının sayını və şiddətini azaltmağa kömək edə bilər. Maqneziumla zəngin qidalar araşdırmalara görə miqren xəstələrinin bir qismində maqnezium çatışmazlığı müşahidə olunur. İspanaq, brokoli, badam, qoz və tam taxıllar maqnezium baxımından zəngindir və sinir sistemini sakitləşdirə bilər. Banan, təbii enerji və balans mənbəyi, banan kalium və B6 vitamini ilə zəngindir. Bu maddələr sinir impulslarının tənzimlənməsinə kömək edərək miqren riskini azalda bilər. Yağlı balıqlar, somon, skumbriya, omega-3 yağ turşuları iltihab əleyhinə təsirə malikdir. Bu balıqların müntəzəm qəbulu miqren tutmalarının tezliyini azaltmağa kömək edə bilər. Zəncəfil, təbii ağrıkəsici təsir. Zəncəfil ürək bulanmanı azaltmaqla yanaşı, miqren zamanı yaranan ağrının yüngülləşdirilməsində də faydalı hesab olunur. Zəncəfil çayı xüsusilə tövsiyə edilir. Su və mayi balansı, susuzluq miqreni tətikləyən əsas səbəblərdən biridir. Gün ərzində kifayət qədər su içmək baş ağrılarının qarşısını almaqda mühüm rol oynayır. Qatıq və kefir kimi probiotik qidalar, bağırsaq sağlamlığı ilə beyin fəaliyyəti arasında əlaqə olduğu bildirilir. Probiotik qidalar sinir sisteminin balansına müsbət təsir göstərə bilər.